Salam yoldaşlar, güvənin növbəti quizinə baxırıq. Test 18 termodinamika əsasları. Başlayaq. 1. İdeal qaza nə qədər istilik miqdarı vermək lazımdır ki, onun daxili enerjisi 480 jol artsın və qaz 320 jol iş görə bilsin. Termodinamikanın birinci qanuna görə sistem bir haldan başqa hala keçdikdə ona verilən istilik miqdarı daxili enerjinin dəyişməsinə və xarici qüvvələrə qarşı işin görülməsinə sərf olunur. Burada mən daxili enerjinin dəyişməsi 480-dir. Qazın gördüyü iş 320-dir. Cəmimiz olacaq 800 jol, yəni E variantı. 5. 2 mol ideal qaz şəkildə təsvir edilmiş proses zamanı 8 jol iş görmüşdür. Qaza verilən istilik miqdarını hesablayın. Prosesdə görürəm ki, temperatur sabitdir, izotermik prosesdir və həcmin qiyməti getdikcə artır. Temperatur sabit olduğu üçün daxili enerjisi də sabit olur. Yəni, daxili enerji dəyişmir. İstilik miqdarı daxili enerjinin dəyişməyinə və işin görülməsinə sərf olunduğu üçün, daxili enerjinin dəyişməsi də sıfır olduğu üçün, istilik miqdarı elə işin görülməyinə sərf olunur. Yəni, burada mən sadəcə işi tapmalıyam və bizə də onun işi verib 8 jol iş görüb. Deməli, mənim istilik miqdarının qiyməti 8 joldur. 5-də cavab olacaq B variantı. 2. Verilmiş kütləli ideal qazın daxili enerjinin dəyişməsinin xarici qüvvələrin işindən asılı qrafiki verilmişdir. Qaz üzərində gedən prosesi müəyyən edin. Bu adiabat prosesdir, yəni istilikdən təcrid olunmuş sistemdə gedən prosesdir. Q bərabərdir 0. Onda delta O bərabərdir Q plus A olduğundan və Q da 0 olduğundan delta U bərabərdir elə A olacaq və xarici qüvvə müsbət iş gördüyündən bu qazı sıxır. Deməli, cavabımız olacaq adiabat sıxılma. 2-də Y variantı. 3. Daxili yanma mərkinin bir işçi dövrü neçə taktdan ibarətdir? 4 taktdan ibarətdir. Sorma, sıxma, sıxılma, iş görmə, alışma da deyilir, xaric etmə. 4 taktdan ibarətdir. 3-də cavabımız olacaq D variantı. 6. İzobar prosesdə bir atomlu qaza verilən istilik miqdarının hansı hissəsi daxili enerjinin dəyişməyinə səbəb olunur? İzobar prosesdə, yəni təzyiq sabit qaldıqda istilik miqdarının 16, yəni 60% daxili enerjinin dəyişməyinə, yəni 5-də 3-ü, 40% isə, yəni 5-də 2-si isə işin görünməyinə sərf olunur. Bizə də daxili enerjinin dəyişməsinə sərf olunan hissəni soruşduğu üçün cavabımız olacaq 5-də 3 C variantı. Davam edək. 4. MP koordinatlarında verilmiş kütləli ideal qazın halının dəyişmə qrafiki göstərilmişdir. Yəni, konsentrasiyanın təzyiqdən asılılığını göstərib. Və mən bu qrafikdə görürəm ki, həm konsentrasiyanın qiyməti, həm də təzyiqin qiyməti azalır, düz mütənasibdir və azalır. Aşağıdakı ifadələrin hansı və hansıları doğrudur? Qazın daxiləsini dəyişmir. Təzyiqin ifadəsi P bərabər NKT-yə görə təzyiq konsentrasiyası nə zaman düz mütənasib olur? Temperatur sabit qaldıqda, yəni bu izotermik prosesdir və temperatur sabit qaldığı üçün elə daxili enerji də sabit qalır. Yəni birinci variantımız doğrudur və temperatur sabit qaldıqda izotermik prosesdə təzyiq azaldıqda həcm artdığı üçün və yaxud konsentrasiya azaldıqda onsuz həcm artır. Çünki konsentrasiya həcmdən tərs mütənasibdir. Onda ikinci variantımız da doğru olacaq. Və temperatur sabit qaldığı üçün molekulyar orta kvadrat sürətdə sabit olur, artmır. Molekulyar orta kvadrat sürətinin ifadəsi belə bir ifadədə var. 3RT bölünsün böyük M. Temperaturdan düz mütənasibdir, kökaltı düz mütənasib asılıdır. Yəni cavabımız olacaq 1, 2, 3-cü variant doğru deyil, yəni C variantı. 7. PV koordinatlarına, yəni təzyiqin həcmindən asılı koordinatlarında verilmiş ideal qazın halının dəyişmə qrafiki göstərmişdir. Qrafikin hansı hissəsi qazın müsbət iş görməsinə uyğundur? Qaz müsbət iş görürsə, həcmi artır, genişlənir. Həcmin artmasına uyğun variant 2-3 hissəsində temperatur sabitdir,
P V-dən tərs asılıdır və qrafik V-yə doğru olduğu üçün V artır P azalır. Yəni 2, 3 doğru olacaq. 7 cavabımız olacaq C variantı. 8. Ağzı kip bağlı balondakı bir atomu ideal qazı qızdırdıqda ağzı bağlı kip qab olduğu üçün həcm sabitdir, dəyişmir. Və ideal qazı qızdıramsa temperatur artır, təzyiqi də artır. Yəni təzyiq temperaturuna düz mütənasibdir. Buradan da cavabımız olacaq temperatur artdığı üçün daxili enerji də artacaq. Cavabımız olacaq 8-də A variantı. 9. Verilmiş kütləli bir atomun ideal qazın daxili enerjisinin həcmindən asılı qrafiqi verilib. AB prosesində qazın təzyiqi necə dəyişir? Mən buradan görürəm ki, daxili enerji U0-dan gəlib 5U'ya. Yəni daxili enerji 5 dəfə artıb. Həcm də V0-dan gəlib 5V0-a. Həcm də 5 dəfə artdı. Daxili enerjinin üstürü U bərabər 2-də 3 PV-dir. U ilə V nə zaman bir-birindən düz mütənasib asılı olur? Təzyiqin sabit qalma şərtinə görə. Təzyiq sabit qaldıqda U V ilə düz mütənasib asılıdır. Deməli, təzyiqin dəyişməz. 9-da cavabımız olacaq A variantı. 13. Adiabat genişlənmə zamanı ifadələrdən hansı doğru olar deyir. Adiabat prosesdə istilikdən təcrid olunmuş sistemdə baş verən prosesdir. Yəni, ətraf mühitdən istilik miqdarı almır. Yəni, işte birinci variant doğrudur. Və temperatur, adiabat genişlənmədə xarici qüvvə, yəni Q bərabər 0 olduğundan delta U bərabərdir A. Xarici qüvvə müsbət iş gördüyündən qazın daxili enerjisi azalır. Xarici qüvvə müsbət iş gördüyündən adiabat genişlənəndə xarici qüvvə, daha doğrusu xarici qüvvə bağışlayın. Xarici qüvvə adiabat genişlənəndə həcm artdığı üçün xarici qüvvə mənfi iş görür. Xarici qüvvə mənfi iş gördüyündən qazın daxili enerjisi azalır. Daxili enerjisi azalır və temperaturu da azalmış olur. Cavabımız olacaq 1, 5 variantları doğrudur. 10. Başlanğıc halda daxili enerjisi 300 olan ideal qaz adiabat proses zamanı xarici qüvvələrə qarşı 200 jol iş görərsə, prosesin sonunda onun daxili enerjisini müəyyən edin deyir. Başlanğıc halda bunun daxili enerjisi 300 joldur. Qazın xarici qüvvələrə qarşı gördüyü iş, qazın gördüyü iş 200 joldur. Prosesin sonundakı daxili enerjisini tap deyir. Q bərabərdir 0 adiabat prosesdir. Delta U elə xarici qüvvənin gördüyü işə və yaxud qazın gördüyü işin mənfi qiymətinə bərabər olacaq. Və deməli U çıxılsın, U0 daxili dəyişməsi bərabərdir mənfi A'. Burada mən U-nu tapsaq, U0 çıxılsın A' olacaq. Yəni 300-dən çıxacağam 200-ü, cavabımız eləyəcək 100 jol A variantı. 14. Verilmiş kütləli bir atom ideal qaz üzərində şəkillər kimi qapalı proses aparılmışdır. AB hissəsində, BC hissəsində, CA hissəsində nə baş verir? AB hissəsində bir-bir yazaq. AB hissəsində həcm sabitdir. Təzyiq artır, temperatur artır. Temperatur artdığı üçün daxili enerji də artır. Və həcm sabit olduğundan qaz iş görmür. 2. BC hissəsində temperatur sabitdir, P ilə və tərs asılıdır. Təzyiq azalır, həcm artır, qraf həcmə doğrudur, həcm artır və temperatur sabit olduğu üçün daxili enerjisi də sabitdir, daxili enerji dəyişmir. 3. CA hissəsində təzyiq sabitdir, qrafik sola doğru getdiyindən həcm azalır. Həcm azalırsa qaz mənfi iş görür, xarici qüvvələr müsbət iş görür. Deməli, variantları uyğun sıralatsaq, 14-də birinciyə uyğun hansı variantdır? Birincidə dedik ki, qaz
daxil enerjisi artır. Yəni 1-ə uyğundur B. Bu variant doğrudur. 2-dən BC hissəsində nə baş verir? BC hissəsində dedik ki, temperatur sabit qaldığından daxil enerjisi dəyişmir. Yəni C variantı doğrudur. E, Və həcm artdığından, burada həcmin artdığını göstərmişəm. Həcm artdığından qaz müsbət yük görür. C-dir. 3-də CA hissəsində nə baş verər? CA hissəsində dedik ki, həcm azalır. Həcm azalırsa qaz özü mənfi iş görür, xarici qüvvələr müsbət iş görür, onu sıxır. Həcmini azaldır. Deməli, 1-ə B, 2-yə C-dir, 3-ə Y, 1 də daxil temperatur həcm azaldığı üçün temperatur da azalır və temperatur azaldığı üçün daxil enerjisi də azalır. Deməli, A variantı da 3-ə uyğundur. 1-ə B, 2-yə C-dir, 3-ə A-Y. 11-ci sual. İzobar prosesdə 2 mol bir atom ideal qazın temperaturunu 50 Kelvin artırdıqda gördüyü şey hesabı edir. İzobar prosesdə P sabitdir. Maddə miqdarı 2 moldur. Temperatur 50 Kelvin artıb, yəni dəyişməsi 50-dir. Gördüyü şey deyər hesabla. Görülən iş bərabər nü R delta T. Maddə miqdarı 2, R-in qiymətini mötərizədə verib onsuz 8 sabit bir qiymətdir. Temperatur dəyişməsi də 50-dir. Cavabımız olacaq neçə? 800 joule, yəni B variantı. Davam edək. 12 sualımız. İstilik maşını 12-ci sual. İstilik maşını bir darbe proses ərzində 10,5 kilojol, yəni 500 jol iş görmüş. Soyuducuya 1500, 1,5 kilojol, yəni 1500 jol istilik miqdarı vermişdir. İşçi cismin qızdırıcıdan aldığı istilik miqdarını hesablayın. Yəni soyuducuya verilən istilik miqdarı Q2, işçi cismin qızdırıcıdan aldığı istilik miqdarı Q1-dir. İş bərabərdir. Q1 çıxılsın Q2. Buradan Q1-i tapsaq, bunları cəmləyirəm. Yəni A eşitdir plus Q2. Yəni 1500 jolun üzərinə 500 jolu gəlirəm. Eləyəcək 2000 jol. 2 kilojol. Cavabımız olacaq Y variantı. Elə çelməyə ehtiyac yox idi. 1,5-in üstünə 10,5 gələrdi. Eləyəcək 2 kilojol. Yəni Y variantı. Və sonuncu sualımız 15. İzobar qızdırılma zamanı bir atom ideal qaza 600 jol istilik miqdarı verilərsə, qaz neçə jol iş görər? İzobar prosesdə təzyiq sabitdir. İdeal qaza 600 jol istilik miqdarı verilir. İstilik miqdarının qiyməti 600 jol, iş nə qədər görülüb deyir. İzobar prosesdə istilik miqdarının 10,4 hissəsi işin görünməyinə sərf olunur, yəni 40%-i 10,4-ü vuracağım elə 600-ə, cavabımız da eləcək 240 jol. 240-ı işin görünməyinə, digər qalan 360-ı isə işin daxil enerjinin dəyişməyinə sərf olunur, amma biz onsuz işi soruşuruq, cavabımız olacaq 240 jol. İzahımız bu qədər yoldaşlar. Növbəti izahlarda görüşəndə özünüzdən müqəyyət olun.